Hər meyvənin mövsümündə çalışıram ki, az da olsa hərəsindən bir qədər bişirim. Bu dəfə də ağ gilas mürəbbəsi hazırladım. Ağ gilasları təmiz-təmiz yuduqdan sonra aş süzənə əlavə etdim və saplaqlarını təmizlədim. Saplaqlarından təmizlədikdən sonra mənim belə tum çıxardan bir alətim var. Bununla tumlarını hamısını rahatlıqla çıxardıb bir qabımın içərisinə əlavə edirəm. Gilasların tumlarını çıxartdıqca qaralmasınlar deyə hissə-hissə üzərlərinə şəkər tozu əlavə edirəm. Mən 1 kiloqram meyvə üçün 900 qram şəkər tozundan istifadə etdim. 2 kiloqram meyvəmiz var idi. Tumlarından və saplaqlarından ayırdıqdan sonra 1 kiloqram yarım meyvəmiz qalır və üzərinə 1 kiloqram 350 qram da şəkər tozu əlavə edirəm və sonadək bu cür davam edirəm. Gilaslar bitənə qədər hamısının tumlarını təmizlədikcə üzərinə də şəkər tozu əlavə edirəm. Sonda da qalan şəkər tozumuzu üzərinə əlavə edib qabımızı ocağa yerləşdirirəm. Üzərinə də yarım stəkan, yəni 100 ml su əlavə edirəm. Çox su əlavə etmirəm, çünki gilas da öz suyunu çıxardır. Ona görə mən kiloqram yarım təmizlənmiş meyvənin üzərinə yarım stəkan su əlavə edirəm və ocağın çox az atəşində şəkərimiz tam əriyənədək ara bir belə qarışdırmaq şərti ilə tam əriyənədək az atəşdə saxlayıram ki, dibi yanmasın. Tam şəkər əriyəndən sonra artıq ocağımızın atəşini çoxaldıram. Yəni gür atəşdə tam hazır olana qədər bir dəfə bişirib götürürəm. Mürəbbəmizin bişməyinə hardasa bir 9-10 dəqiqə qalmış. Üzərinə 1/3 limonun suyunu sıxıb əlavə edirəm və 2 dilim də limon əlavə edirəm. Tam hazır olana qədər bişirirəm. Və tam hazır olduğunu da bu cür bilirəm. Salfetin üzərinə mürəbbə şirəsindən 1-2 damcı əlavə edirəm. Həmin damcılar salfetə hopmursa, demək mürəbbəmiz hazırdır. Sonda isə ocağımızı söndürürəm və qabımızı tərpədirəm. Həmin bu üzərində qalan köpükləri də salfet vasitəsilə yığıram. Mürəbbəmiz tam soyduqdan sonra bankalara yığıb sərin yerdə qışa saxlayıram. Gördüyünüz kimi mürəbbəmizin rəngi kəhraba kimi çox gözəl alınıb, əzilmədən dəndən qalıb. Onu da qeyd edim ki, mürəbbəmizin içərisinə əlavə etdiyimiz limonun şirəsi və limonlar həm mürəbbəyə çox gözəl dad vermiş olur, həm mürəbbənin xarlanmasının qarşısını alır, həm də ki, mürəbbəmizin rəngini çox gözəl şəffaf edir. Yəni mürəbbənin rəngini açır. Bu qədər hazırlayanlara nuş olsun. Göz haqqınızı halal edin. Videonu bəyənib yaddaşa verməyi unutmayın. Yeni videolarda görüşmək ümidi ilə hələlik.